Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 5-ci sinif dərsliyindən səhifə 99-dakı misalların həllinə baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl uşaqlar belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda orta məktəb proqramına uyğun bütün siniflər üzrə həm qısa videolar, həm də mövzuların tam ətraflı izahı olunur. Riyaziyyatı asan şəkildə öyrənmək istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. İndi keçelim uşaqlar sualların izahına. Uşaqlar, burada məsələ və misallar mövzusunun ardıydı. 12-ci sualda qalmışdıq biz. 12-ci sualdan gəlin baxalım. Uşaqlar, burada toplama əməlidir. Bizə deyir ki, boş xanalara uyğun rəqəmləri tapın deyir. Uşaqlar, 2 üstə neçə gəlsən burada 1 eləyər. Məsələn, 2 üstünə demək 11 edibdir uşaqlar. Məsələn, 2 üstə 9 gəlsə olar, elə deyil mi burada? Burada 9 yazılan, burada uşaqlar 1 yaddan qalıbdır. İndi 3-ün üstə nə gəlməliyəm ki, bir də yadda olsun. Məsələn, 7. 3 üstə 7 gəlsəm 10, 0, bir də yadda 1. Burada yenə 1 var. Məsələn, indi burada 1 alınıb, elə deyil mi uşaqlar? Burada bir 7 yazsam, 0, 1. İndi burada yenə 1 yaddamız var uşaqlar. 5-in üstə nə gəlsəm ki, 1 yadda ilə alınır. Məsələn, indi burada deməli 4 yazmalıyıq ki, 4 üstə 5 gələn 9, bir də yadda 10 etsin uşaqlar. Bu şəkildə baxmamız lazım. Burada da baxın 4 yazsam 11 edər, toplamadır. Burada da 12 eləməlidir. Burada 3 yazmalıyam ki, 11, bir yadda da 12. İndi bura nə yazmalıyıq? Bunun yaddası var da, bura 0 yazsın. 0 ise 9 yazsam 9, bir də yadda 10. Burada da 3'dür. 3 ise 2 gəlməliyəm 5, 5 ise 1 gəlməliyəm 6 edəcək uşaqlar. İndi burada çıxməməlidir. 1-dən nə çıxsaq 3 eləyir aşağı. Demək bu 11-dir də. 11-də məsələn nə çıxsaq? Məsələn 8 çıxsaq, elə deyilmi? 8. İndi buradan bir onluq götürmüşəm. 6 çıxmışam, 3 olubdur. Məsələn burada bir 0 yazsaydım, buradan bir onluq gətirdim. 9-dan 6 çıxsaq 3 edəcək. Burada 1 qalıb. 1-dən nə çıxsaq olmaz. Buradan bir onluq götür. 11-dən 8 çıxmalıyam ki, 3 eləsin, elə deyilmi? Onda burada 3 qalıb da. Burada 5 imiş uşaqlar. 1 onluq 4. 4-dən 1 çıxanda elədi cavabımız 3 şəklində olacaq. Aha, sonra gəldik bu suala. Burada da uşaqlar baxın. Nədən 5 çıxsaq 8 eləyər? Məsələn 13 olsa olar mı? 3, 13. Buradan bir onluq götürmüşəm. 13-dən 5 çıxdı 8, 3 qaldı. 3-dən nə çıxsaq 9 eləyər. Məsələn 13-dən 4 çıxsaq. Burada da 3 çıxanda 7 eləyibdir uşaqlar. Demək burada 1 var imiş 11. Buradan bir onluğu götürdüklərinə görə 0 qalıb. Buradan da bir onluq götürdüm 10. Ondan 3 çıxanda 7. Burada elədi 6. 6'dan nə çıxmalıyıq? Burada 2 çıxmalıyıq ki, bu şəkildə olsun. İndi uşaqlar deyir ki, ifadələrin qiymətini tapın deyir. C'nin qiymətini bizə verib aşağıda. Baxın, C bərabərdir buna. Gəlin biz buradan C'ni tapaq da. Buradan nə yazmalıyıq uşaqlar? Biz yazmalıyıq ki, C bərabərdir. C bərabər bizə deyir ki, bu ifadə. Yəni 3 tam onda 4 çıxılsın, 1 tam %56. Bura elədi 4. 13'dən bura 1. 1 tam %84 elədi. İndi bizə deyir ki, C üstə gəlinsin. Bax, burada. Deyir ki, bizə C üstə gəl. Yəni 1 tam %84 üstə gəlinsin. 0 tam %16'ya. Gəlin bunu hesablayalım. Bunun üstünə 0 tam %16'ın belə alt hətdə yazaram uşaqlar. Bura 0, bura 0, burada 2. Demək bunun cavabı neçə elədi? 2. Sonra biz artıq C'ni bilirik də uşaqlar. Bizə deyir ki, C neçə idi? 1 tam %84. 1 tam %84'ün üstünə gəldi ki, 1 tam %56. Bura 0, bura 4, burada 3. 3 tam %4 oldu. 3 tam onda 4. Sonra 1 tam %84 çıxılsın 1 tam %84. Aha, uşaqlar baxın, burada da eyni rədləri çıxanda nə olurdu? Cavabımız 0 olacaq uşaqlar. Bu şəkildə baxmalıyıq. Sonra deyir ki, bizə M ədədi, indi keçək M-ə. M ədədi bizə deyir ki, M ədədini tapmaq üçün 3 tam 1783-dən 2 tam 217-ni toplamalıyıq uşaqlar. Bura 0, bura 0, bura 0, 5, 6. Deməli, M nə oldu uşaqlar? M oldu 6. Əla. İndi gətirib harada M varsa yerinə 6 yazmam. Məsələn 6 çıxılsın. Mən bura 0, 0 qeyd edə bilərəm.
5 tam %95'e. Ne oldu buradan? Bura 5, bura 0, burada 1 elədi, elə değil mi? 1 yox. Səhv yazdım burada, 0 olmalı uşaqlar. Çünki niyə? Bu altdan bir onluq götürmüşdük. Aha, sonra gəldi altdan 6'nın üstünə gəlməliyik. Belə sıfırları qeyd edirəm. 0 tam %61. Bura 1, bura 6, burada 6 tam %61. Sonra burada 3 tam 783. Bura 7, bura 1, bura 2 olacaq. Burada da 2 uşaqlar. Bu şəkildə olmalıdır. Tənliyi həll edin deyir uşaqlar. Baxın, əgər toplamadırsa burada çıxmalıyıq tənlikdə 14-cü sualda. Gəlin baxalım. 14. Deyir ki, x bərabərdir. Nə eləməliyəm? 2 tam onda 1 çıxılsın. 0 tam %75. 2 tam onda 1. 0 tam %75. Bura 5. Bura 3. Burada 1. Nə oldu cavabımız? 1 tam %35 şəklini alacaq uşaqlar. Sonra gəldi burada uşaqlar. Baxın, çıxmadısa toplamalıyıq. Onda yazmalıyıq 2 tam %34. Üstə gəlinsin 1 tam %67. Bura 1, bura 0. Burada 4 olacaq. Sonra gəldi bu tənlikdə. Uşaqlar, baxın, bu tənlikdə birinci biz bunu həll etməliyik. 5'dən çıxmalıyıq. 1 tam onda 9. Bura 1, bura 3 tam onda 1. 3 tam onda 1. Sonra 2 tam onda 3 də gəl. A bərabər 3 tam onda 1. Uşaqlar, yenə də biz burada nə etməliyik? 3 tam onda 1'dən çıxmalıyıq. 2 tam %3'ü. Çıxanda uşaqlar, bura 7, bura 0, burada 1 elədi. Cavab elədi 1 tam %7. Gəldik sonra 1 tam onda 2 çıxılsın 0 tam %38'e. Bunlara çıxdığımız zaman bura 2, buradan 11, 11'dən 8, 8, burada 0 tam %82. Yəni 2 çıxılsın B bərabər 0 tam %82. İndi mən buradan B'ni tapmaq üçün aşağı 2'dən 0 tam %82 çıxmalıyam. Yəni 2, bura virgül atıram. 0 tam %82. 8, bura 1, 1 tam %18 şəklini alacaq uşaqlar. Belə. Sonra gəldik 15-ci suala. Deyir ki, uyğun tənlikləri yazın və həll etməklə sualın cavabını verin deyir. Bizə deyir ki, uşaqlar, 2 tam %48 ilə hansı ədədin fərqi, yəni 2 tam %48 çıxılsın x bərabərdir 1 tam %17'ye. Buradan x'i tapmaq üçün uşaqlar 2 tam %48'dən çıxmalıyıq 1 tam onda 7'ni. 2 tam %48 çıxılsın 1 tam onda 7'ye. Bura 8, bura 7, bura 0. 0 tam %78 olacaq. 3 tam onun üzərinə hansı ədədə əlavə etdikdə 4 tam onda 5 alınır. İndi baxın, 3 tam onda 4'ün üzərinə hansı ədədə əlavə etdikdə bu alınır. İndi mən buradan A-nı tapmaq üçün 4 tam onda 5'dən çıxmalıyım 3 tam onda 4'e. 4 tam onda 5 çıxılsın 3 tam onda 4. Bura 1, bura 1. 1 tam onda 1 şəklində olmalıdır. Gəldik 16-cı suala. Deyir ki, uzunluğu 16 tam onda %25 olan məftilin yetini kəsildi suala. Kəsildi, yəni çıxmalıyam da 16 tam %25'dən 7 tam onda 8'i çıxıram aşağılar. Bura 5, bura 4, bura 15, bura 8. 8 tam %45 elədi. Hansısa uzundur, kəsilən yoxsa qalan hissə. Uşaqlar, baxın. 7 tam onda 8 kəsiləndir. Nə deyil mi? Kəsilib də deyir də. Bu oldu kəsilən. 8 tam %45 isə qalandır. Qalan. İndi deyir ki, bizə hansı daha uzundur? Təbii ki, qalan daha uzundur uşaqlar. Çünki bu 8 tamdır, bu da 7 tamdır. Burada baxanda da görsənir. 17-ci suala baxsaq, deyir ki, Elxan kafedən 1 manat 90, bir tam %90'a
Buterbrod qalıqdı deyir. 1,7 manata şirə, 1,45 manata nanəli konfet alı 10 manat verdi. Kasser ona neçə manat qaytarmalı? Birinci bunların hamısını toplamalıyıq. Uşaq verdiyi pulları toplayıram. 1,90, 1,75, 1,45. Burası 0. Burada 16, 16 0 yani 20, 21 yazmalıyıq da. 1 yazıram, 2 ya da 3, 5. 5 tam onda 1. Yəni 5 manat 10 qəpik pul xərcləyib uşaqlar. Bu da 10 manat idi. Deməli 10 manatdan çıxmalıyam 5 tam %10. Bu belə bir şey. Burası 0. Bura 9, bura 4. Deməli bu 4 manat 90 qəpik nə etməlidir? Qaytarmalıdır kasser buna. 4 manat 90 qəpik. 3 təkanla uzunluğa tullanan yarışlarında tullama yarışlarında şərqdə hər təkan üçün nəticələri cədvəldə metrlə verilmiş. Nəticələrin cəminə görə yarışın qalibi kimdir deyir uşaqlar. Uşaqlar baxın. Biz burada bunların hamısını toplamalıyıq deyilmi? Gəlin toplayıb baxarıq uşaqlar burada. Birinci gəlin bunları elə alt altda yazağım. 3,58 və bir də 3,32, 0, bura 7, bura 0, 9, burada 10, 10,7. Bu birincisidir. İkincisinde 2,85, 2,4, bu da 2,6. Bura 5, 8, bura 7. Bu elədi 7,85. 2,48, 2,6, 2,35. 14, 19, 7, 8. Bura vergül 6. Deməli uşaqlar, ən birinci mən bunları səhv hesabladım uşaqlar. Üzrlü sayın. Biz baxsaq, mən bunu ardıcıllıqla belə ardıcılıqla etməliydim uşaqlar. Birinci bunları tapmalıydım mən belə. Birinci təkan, ikinci təkan belə yazmalıydıq. Mən bunu heç baxsam fikir verməmişəm. 3,17, 2,85 və 2,48. Bunları toplayanda burası 0, 12, 13, 2 yadda 15, 5 yazıram da 1 yadda. Bunun neçə elədi? 7, 8, 8,50 bu elədi. İkincisində uşaqlar 3,58, 2,4 ve 2,6. Bura 4, bura 0, 7, 8, 8,4 bu elədi. Üçüncüsündə 3,32, 2,6 ve 2,35. Bura 7, bura 2, 8, 8,27 şeklinde olacaq. En böyüğü bu oldu uşaqlar. Səbinə, ən çox Səbinə tullanıbdır. İkinci uşaqlar Lalə tullanıbdır. Lalə, dördüncüdə isə Aynur. Aynur şəklində olacaq uşaqlar. Sonra gəldi. Yanaşı düzülmüş 4 torbadan birincisində 6,2 kilogram. Hər sonraki torbada əvvəlki çoxdur. Baxın, deyək ki, belə deyəm də sizə. Birinci torbada 6 tam 12 dələ değil mi aşağı? Hər sonrakində baxın ikincidə 6,2 üstə gəlsin 1,7'dir. Gəlin tapaq burada cavabı 9, 7,9. Üçüncüdə isə 7,9 üstə gəlsin 1,7'dir. Bura 6, 9,6'dır və dördüncüdə uşaqlar 9,6 üstə gəlsin 1,7'dir. Bura 3'dür, burada 11. 11,3'dür uşaqlar. Deyək 4 torbada cəmi neçə kilogram var? İndi biz bunları toplamalıyıq uşaq. 6,2 üstə gəlsin 7,9 üstə gəlsin 9,6 üstə gəlsin 11,3 şəklində olacaq uşaqlar. Baxın belə. Vergül altda düşmə. Bura 11, 11 üstə 9 gələndə bura 0, 2 yadda. 6 üstə 7 gələndə 13, 13 üstə 9 gələndə 13 üstə 9 gələndə eləyəcək burada 22, burada da 2 yadda 24, burada 2 oldu değil mi? 1 idi 2 oldu. Deməli cavabımız olacaq 24 kilogram.
Sonra gəldi uşaqlar 20-ci suala. 20-ci sualda da zooparkda ayının kütləsi 0,65 ton, begemontun kütləsi 2,8 ton. Ton çoxdur kütləsi. Bundan deyir 2,8 ton çoxdur. Əla. Yəni uşaqlar baxın deyək ki ayı bu olsun ayı. Ayının kütləsi 0,65'dir. Begemont isə Begemont 0,65'dən 2,8 çoxdur. Bura 5, bura 4, 3 tam. 3,45 tondur. Fil ilə begemontun birlikdə kütləsi 7,5 bax fil. Fili bilmirəm. Fil üstə gəlinsin begemont. 3,45 bərabər olur 7,9'a. İndi uşaqlar bax burada mən fili tapmaqdan ötürü begemontun kütləsindən 3,45'i nə etməliyik? Çıxmalıyıq uşaqlar. Bura 5 olacaq. Bura 4. Bura 4. Deməli də filin də kütləsi nə qədərmiş? 4,45'dir. Filin kütləsi nə qədərdir? Bizlər də filin kütləsini tapdıq uşaqlar. 3 aşırımlı körpünün orta aşırımının uzunluğu 53,4'dür. Digər kənar aşırımların hər biri orta aşırımda qısadır. Deməli mən bu 53,4'dən 7,6'nı çıxmalıyam. Bura 8 olacaq. Burada 12, bura 5, burada 4. 45,8'dir uşaqlar. Körpünün uzunluğunu tapdı. Yəni 53,4'ün üstünə 45,8'i və bir də 45,8'i gəlməliyəm. Bura 0, bura virgül, 10, 13, 15, 9, 13, 13'ün üzrə bir gəldi 14. Deməli 145 metrmiş uşaqlar körpünün uzunluğu. Mövzu bu qədər uşaqlar. Ümid edirəm ki video sizin üçün faydalı olar. Sağ olun, növbəti videolarda görüşmək ümidi ilə.